Gəlib o krişalarda bütün o bakları yığışdırdılar ki, indiyətində zapas suyumuz olurdu. İndi bu vəziyyət deyil. Bunun təmizliyi var, sanuzeli var, yuyunmaq var, bu hələ o çinmək başqa şey. İndi bu baklarla nə qədər bir su daşıyaq. Oğuz-Qəbələ-Bakı magistral su kəmərində baş verən qəzadan sonra paytaxt sakinlərinin su ilə sınağı başlayıb. Onlar ya marketlərdən qablaşdırılmış su almağa, ya da binaların həyətindəki su krantlarından istifadə etməyə məcbur olurlar. Susuz günlərin yaya təsadüf etməsi vəziyyəti daha da çətinləşdirib. Qarşıdakı 4 gün də su sarıdan ağır olacaq. O binanın arxasından düz bat gəlirik bura. Beləcə ona da daşımaq olmur. Xəstə adamam, yaşlıyam. Keçəməz bir su maşını göndərsinlər. Bir-iki vedrə götürək də. 4 gün suyun olmamağı vətəndaşlara, evlərə, uşaqlı ailələrə çox böyük problemlər yaradır. Keçən də bu vəziyyət yarandı. Bir həftə cəmaatı burada su qoydular. Mütəxəssislər isə hesab edirlər ki, belə qəzaların baş verməməsi üçün ciddi monitorinqlər keçirilməli. Su kəmərləri nəzarətdə saxlanılmalı, paytaxtda alternativ anbarlar yaradılmalıdır. Bakıda ehtiyat su anbarlarının tikintisi lazımdır və bəzən elə təbii obyektlər var ki, elə onlardan istifadə etmək olar. Məsələn, elə həcmi kifayət qədər böyük olan, hətta Ceyranbatan su anbarından da böyük olan Xocasən gölü var ki, indi o çirkab suların təsirinə məruz qalır. Bu gölü təmizləmək olar, bu gölündə olan çirkabı təmizləmək olar və gələcəkdə həmin göldən alternativ su anbarı kimi istifadə etmək olar. Bakını bu cür qəzalardan hökmən sığorta etməliyik. Yəni, Bakı bu cür qəzalara təslim olmamalıdır. Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü deputat Arzuxan Əlzadə isə qəzaya diqqət çəkərək Oğuz-Qəbələ-Bakı su kəmərini 20-ci əsrin əvvəllərində istifadəyə verilən və demək olar ki, heç bir problemə rast gəlinməyən Şollar-Bakı su kəməri ilə müqayisə etdi. Onun sözlərinə görə 15 ildir ki, istismara verilən su xəttində isə demək olar ki, hər yay qəza baş verir. O hesab edir ki, bu problem ciddi araşdırılmalı və aradan qaldırılması istiqamətində işlər görülməlidir. Bakı şəhəri əslində 2 milyondan bir qədər artıq əhalinin yaşaması üçün nəzərdə tutulub və su ilə təminat məsələsi də elə bu sayda insan üçün nəzərdə tutulmuşdur. Azərbaycanın su ehtiyatlarının təxminən 25-30% elə həmin ərazilərdə, işğaldan azad olmuş ərazilərdə yerləşir və həmin ərazilərdə yeni su anbarları tikilibdir, istifadəyə verilibdir və həmin ərazilərin su ilə təchizatı məsələsi artıq yoluna qoyulmaqdadır. Eyni zamanda mütəxəssislərin fikirləri var ki, həmin ərazilərdən Bakıya alternativ su kəmərinin çəkilməsi ehtimalı da ola bilər. Yeri gəlmişkən, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti baş vermiş qəzanın səbəbini açıqlayıb. Bildirilib ki, su kəməri şüşə lifli borularla inşa olunub. Bu tipli boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. Lakin borular spesifik texniki xüsusiyyətlərinə görə həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər. Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar qarşıdakı 3 gün ərzində Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su fasilələrlə veriləcək. İşlər yekunlaşdıqdan sonra suyun iyunun 20-sindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq. Qasım Xuluflu, Rüfət Əliyev, İTV Xəbər.